Salam hörmətli izləyicilər, abituriyentlər, bloka hazırlaşanlar. Dünən Telegram kanalımızda paylaşdığımız 5 sualın izahına başlamaq istəyirəm. Qeyd edim ki, bu sual 26 may 2024-cü il 1-ci cəhd imtahanının sualıdır. Keçənki suallardır. Və onu da qeyd edim ki, keçən günlərdə biz ikinci cəhd suallarının hər birini paylaşmışdıq, izahını da vermişdik. Bunun üçün siz Telegram kanalına sürüşdürüb yuxarıda işləyə bilərsiniz və izahını da YouTube kanalına baxa bilərsiniz. İndi ilk 5 sualın izahına baxaq. Birinci sual. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Bizə burada uyğun fikirlər soruşulursa, deməli biz necə fikirlər seçməliyik? Düzgün fikirlər. Və 2 dənə cümlə verilib. Burada bu cədvəl Venn diaqram cədvəl deyil, sadəcə ortaq cəhətlər üçün ikisinə də baxırıq. Fərqli cəhətləri bir hissəyə yazıblar. Bu yenə qeyd edim ki, bu cədvəl biraz fərqlidir ona görə ki, 2 yerə bölməyiblər fərqli cəhəti. Fərqli cəhəti bir hissəyə yazıblar. Sadəcə biz fərqli cəhət üçün hər iki cümləyə baxacağıq. Əgər birisində varsa düzgün götürəcəyik. Oxşar cəhətlər üçün isə yenə də Venn diaqramın ortaq hissəsi ilə eynidir. 1. O açıq pəncərədən aşağıya, bağçaya baxaraq susdu. 2. Bu sözlər mənə bahar gecəsinin həzin musiqisini xatırladırdı. Ortaq cəhətlər. Şəxs əvəzli işlənmişdir. Ortaq cəhət soruşursa iki cümləyə də baxırıq. O açıq pəncərədən aşağıya bağçaya baxaraq susdu. Kim o? Demək şəxs əvəzli idi o. Bu sözlər, bu işarədir. Mənə bahar gecəsinin həzin musiqisini xatırladırdı. Mənə şəxs əvəzli idi. Deməli burada şəxs əvəzliyi varmı iki cümlədə də? Var. Biri burada götürürük. Və bir olmayanlar da burada çıxa bilərik. 2 bəndi burada çıxaq. 2. Leksik mənası olmayan sözlərdən də istifadə edilmişdir. Leksik mənası olmayan sözlər hansılardır uşaqlar? Yəni köməkçi nitq hissələri. Baxaq görək bu cümlələrdə köməkçi nitq hissələri varmı? O açıq pəncərədən aşağıya, bağçaya baxaraq susdu. Bu cümlədə köməkçi nitq hissəsi yoxdur. Və digər cümləyə keçməmişdə biz bunu yanlış götürə bilərik. Çünki ortaq deyilsə yanlışdır. Amma yenə də ikinci cümləyə baxaq görək varmı? Bu sözlər mənə bahar gecəsinin həzin musiqisini xatırladırdı. Deməli heç bir cümlədə yoxdur. Amma burada yazılıbdır ki, istifadə edilmişdir. Əgər biz ikini də cavablar olan hissədən çıxsaq, qalır bizim 2 cavabımız. Keçək üçüncü cümləyə. Keçmiş zamanda olan feil var. O açıq pəncərədən aşağıya bağçaya baxaraq susdu. Bəli, şuhudi keçmiş zamandır. Sonra bu sözlər mənə bahar gecəsi həzin musiqisini xatırladırdı. Baxın, xatırladır idi. Burada xatırlatmaqdır. Sözün başlanğıc forması var. İndiki zamandır. D isə nədir? İdinin hissəciyidir. Ona görə də ikinci cümlədə keçmiş zaman şəkilçisi yoxdur. Keçmiş zamanda olan feil olmadığı üçün üçüncü cavab da yanlışdır. Əgər üçü də çıxsa bizim bir cavabımız qalır. Amma hər bir halda biz davam edək. Bəlkə hardasa səhv etmişik, ona görə mütləq davam edək. 4. Artıq fərqli cəhətdə hər hansı bir cümləyə uyğun gəlməli, ikisinə də yox. Feilin təsriflənməyən formasına aid nümunədə istifadə edilmişdir. Feilin təsriflənməyən forması bir baxaraq sözü var burada, birinci cümlədə. Amma ikinci cümlədə fikir verin yoxdur. Feilin təsriflənməyən formaları hansılardır uşaqlar? Yəni məsələ, feil, sifə, feili bağlama. Baxaraq sözü feili bağlamadır, amma ikinci cümlədə yoxdur. Bu fərqli cəhətdir, doğrudur. 4 doğrudur, çünki bir cümlədə var. 5. Adi dərəcədə olan sifət var. Adi dərəcədə olan sifət, biz baxsaq, burada görürük, birinci cümlədə açıq sözü var. Yəni heç bir xüsusiyyət yoxdur, ona görə olur adi dərəcə. Adi dərəcə. İkinci cümlədə isə həzin sözü var. Baxın, həzin. Bu da adi dərəcədir. Həzin musiqi. Hər ikisində adi dərəcə olduğu üçün bu 5 burada olmalıydı. Ona görə bu yanlışdır.
5 yanlışdır. 6 həm müəyyən yiyəlik, həm də qeyri-müəyyən yiyəlik halda olan söz işlənmişdir. Həm müəyyən, həm qeyri-müəyyən. Birinci cümləyə baxsaq, o açıq pəncərədən aşağı bağçaya baxaraq susdu. Burada ümumiyyətlə müəyyən, qeyri-müəyyən yiyəlik halı yoxdur. İkinci cümlədə isə baxın burada nə yazılıb? Bahar gecəsinin. Bahar gecəsi deyəndə bahar sözü qeyri-müəyyən yiyəlik haldadır. Gecəsinin sözü isə müəyyən yiyəlik haldadır. Bu cavab da yalnız bir cümləyə uyğun gəldiyi üçün fərqli cəhət sayılır və 6 da doğru cavabdır. Bizim cavabımız oldu yenə 1, 4, 6, o da oldu A bəndi. Keçək digər suala. Digər sualımız isə biz YouTube postlarını yazmışdıq, izahını vermişdik. Amma indi video formasında da yenə izah edək. Məni biraz gözlə ki, gedənləri ləngidim cümləsində budaq cümlənin xəbəri ilə bağlı doğru fikirlər müəyyən edin. Burada bir neçə xüsusiyyət var. Biz birinci bu cümlədən, yəni bu tabiri mürəkkəb cümləni baş və budaq cümləsinə ayırmalıyıq. Məni biraz gözlə ki, biz bilirik ki, əgər uşaqlar ki bağlayıcısı varsa cümlədə, daha çox baş cümlə əvvəl gəlir. Baş cümlə əvvəl gəlir. Amma bir halda budaq cümlə əvvəl gəlir. Hansı hallar idi bu? Əgər birinci cümlədə yenicə, indicə və təzəcə sözləri varsa və yaxud uyğun gəlirsə, ki bağlayıcısı ilə yanaşı, onda bu cümlə olacaqdır budaq cümlə. Amma biz baxırıq cümləmizə, görürük ki, məni biraz gözlə, burada yenicə, təzəcə sözlər uyğun gəlmir və sual vermək də mümkündür. Məni nə məqsədlə gözlə? Məni gözlə ki, gedənləri ləngidim. Yəni bir məqsədin olmalıdır. Məni hansı məqsədlə gözlə? Gedənləri ləngitmək məqsədi ilə. İndi biz budaq cümləni tapdıq. Birinci cümlə oldu baş cümlə, ikinci cümlə oldu budaq cümlə. Və deyir ki, budaq cümlə xəbəri. Nə edim? Ləngidim. Kimi? Gedənləri. Tamamlıq və xəbərdən ibarətdir. Xəbərini də tapdıq və bizə lazımdır. Ancaq ləngidim sözü. Digər sözlər bizə lazım deyil. 2 leksik şəkilçi var. Ləngidim. Məni biraz gözlə ki, gedənləri ləngidim deyəndə, baxın, burada səliqəli yazaq. Ləngidim sözündə hansı xüsusiyyətlər var? Gedənləri ləngidim. Sözün kökü ləng. Ləng sifətindən ləngimək feili yaranıb. Ləngimək feilindən ləngitmək feili yaranıb. Və ləngitməkdən sonra isə im şəxs şəkilçisi işləmişdir. 2 leksik şəkilçi varmı? Var. İ şəkilçisi ləngimək, t şəkilçisi ləngitmək. Bu doğru cavabdır. Bizdən də nə soruşurdu uşaqlar? Doğru fikirlər. Biraz diqqətli olaq. Mütləq sualı baxaq ki, doğru mu soruşur, səhv mi soruşur. Fiildən düzəlmişdi. Ləngimməkdən ləngitmək düzəlib. Doğrudur. Sonra 2 də doğrudur. Məlum növdədir. Məlum növ olması üçün xüsusi şəkilçisi olmamalıdır. Ləngimək, ləngitmək xüsusi şəkilçisi yoxdur. Şəkilçisi yoxdur. T şəkilçisi də düzdür. İcbar növə uyğun gəlsə də biz cümlənin məzmununa baxırıq. Mən ləngidim. Mən insanları ləngidim. İş görən kimdir? Mənəm. Ona görə də bu cümlə məlum növdədir. Yəni bu söz məlum növdədir. İcbar növdə deyil, məlum növdə. Çünki iş görən mənəm. 4 xəbər şəklindədir. Bayaq biz dedik ki, ləngit im. İm burada şəxs şəkilçisidir. Xəbər şəkli olması üçün burada zaman şəkilçisi olmalıdır. Amma burada zaman şəkilçisi yoxdur. Eyni zamanda bu söz əmr şəklindədir. Mən ləngidim, sən ləngit, o ləngitsin. Belə düşünək və bu cümlə, bu söz daha doğrusu əmr şəklindədir. Xəbər şəkli yanlışdır. İdi köməkçi sözü ilə işləmişdir. Heç idi köməkçi sözü ümumiyyətlə burada işləməmişdir. Heç uyğun gəlmir. Bu da yanlış fikirdir. Cavabımız hansı oldu? 1, 2, 3 A bəndi. Keçək digər suala.
Üçüncü suala baxaq. Üçüncü sualı izahını vermirik. Çünki üçüncü sualı YouTube'da qısa video şəklində çəkmişdik və Telegram kanalında da paylaşılıb. Siz də aşağı sürüşdürərək həmin videonu izləyə bilərsiniz. Həm Telegram kanalına izləyə bilərsiniz, həm də YouTube kanalına. Buna görə də keçək dördüncü suala. Dördüncü sualda deyilir. Həmcins təyinləri söz birləşməsi ilə ifadə olunan cümlələr müəyyən edin. Deməli, bizə nə lazımdır burada uşaqlar? Həmcins təyinlər nə ilə ifadə olunsun? Söz birləşməsi ilə. Sadəcə söz birləşməsinin növünü demir. Daha da yəni rahatdır ki, söz birləşməsinin növünü demir və deyir ki, həmcins təyinləri seçin. Adi söz olmasın, söz birləşməsi olsun. Qeyd edim ki, belə bir sual keçənir. Yəni 2024-cü ildə 9-cu sinifin buraxılışında eyni sual düşmüşdü. Sadəcə cümlələr fərqli idi. Düzənliklərdə yetişən, susuzluğu dözümlü olan kol bitkilərindən müxtəlif dərman preparatları hazırlanır. Nə edir? Hazırlanır. Nə dərman preparatları? Nədən? Kol bitkilərindən tamamlıq. Hansı kol bitkilərindən? Düzənliklərdə yetişən bir təyin, susuzluğa dözümlü olan. İki təyin var, həmcinsdir və söz birləşməsidirmi? Bəli, ona görə birinci cümləmiz doğrudur. 2. Qardaşını sahildə görməyən Cəmalə həyəcanlandı. Burada ümumiyyətlə həmcins üzv yoxdur. Ya həmcins təyin yoxdur, ya ümumiyyətlə həmcins üzv olmadığı üçün bu ikini çıxırıq. Bizə lazımdır həmcins üzv, sadalama intonasiyası və söz birləşməsi ilə ifadə olunan təyinlər. Taxıl dəzləri, küləş topaları diqqətimizi cəlb elədi. Nə diqqətimizi cəlb elədi? Taxıl dəzləri, küləş topaları. Burada həmin yəni söz birləşməsi ilə ifadə olunan həmcins üzv var, amma təyin deyil, mübtədadır. Ona görə 3-ü də çıxırıq. Dağlarda böyümüş, bulaqlardan su içmiş insanların dözümünə qibtə edirəm. Qibtə edirəm. Nə edirəm? Qibtə kim? Mən kimə qibtə edirəm? İnsanların dözümünə. Hansı insanların? Hansı insanların dözümünə qibtə edirəm? Dağlarda böyümüş bir təyin, bulaqlardan su içmiş iki təyin və həmcins təyindir. Eyni zamanda da söz birləşməsi ifadə olunur. 4 də bizim doğru cavabımız. 5. Yazıcı və publisist Sənan Kərimli də iclasda idi. Hansı Sənan Kərimli? Yazıcı, publisist düzdür, təyindir. Amma bizim sualımızın cavabı deyil. Çünki bu söz birləşməsi ifadə olunmamışdır. Cavabımız hansı oldu? 1, 4. Bu da oldu D bəndi. Keçək digər sualımıza. Digər sualımız 5-ci sualdır. 5-ci sualda sonuncu sualdır. Deyilişi və yazılışı arasında fərqli məqamların sayına görə sözlərin uyğunluğunu müəyyənləşdirin. Bu sualda nədənsə səhvlər çox edilir bu Telegram kanalında. Cavablarda səhvlər çoxdur. İndi biz bir-bir baxaq, görək nə üçün A bəndini deyəsən çox götürüblər. Baxaq hansı bəndidir. Götürüblər çox. A bəndini. Bəli, A bəndi lap çox yazılıb. İndi baxaq görək sizin səhvləriniz nədə olub. Deyilişi və yazılışı arasında fərqli məqamların sayına görə. İndi biz fərqli məqam lazımdır. Məsələn, oxşarlıq. Baxaq. Oxşarlıq sözündə neçə fərqli məqam var? Oxşarlıq. 2 fərqli məqam var. L, R-ya çevrilir, Q, X-ya. Emosional A. Birinci o A oldu. İ'dən sonra Y, emosional. Baxın, 3 dənə fərqli məqam oldu. Aidlik sözündə baxırıq. Aid Y, aid T, dih, D, X, aiddik. Deməli, 3-ünə də baxdıq. Birincisində 2 fərqli məqam oldu. İkincisində 3 fərqli məqam oldu. Üçüncüsündə 4 fərqli məqam oldu. İndi biz uyğunlaşdıraq bu sözləri. Nöqsanlı. Baxın, nök, bir də N. 2 fərqli məqam var. Onda hansına uyğun gəlir? Yazaq. 1. Hansına uyğun gəldi? A. 2 fərqli məqam var. Lokomotiv. 3 dənə O var. 3 O A'ya çevrilir. 3 fərqli məqam var. 3 fərqli məqam varsa hansına uyğun gəlir?
3 fərqli məqam olan ikincisidir. 2B. Sərhədçi. Sərhədçi dedikdə bir fərqli məqam olur. Bir fərqli məqam olan bizdə yoxdur. Ona görə C-ni çıxırıq. Kilitlənmək. Kilitlənmək sözü kilit t dəm d ə n n m-ya çevrilir. Demək t d m axırıncısı da xışdır. Neçə fərqli məqam oldu? 4 fərqli məqam oldu. 4 fərqli məqam olan sözümüz hansı idi bizim? Aidlik. Ona görə 3-ün qarşısına yazırıq biz. D bəndi kilitlənmək. Bir də qaldı söyüdlük sözü. Söyüd t düh d bir də xışdırıq. Demək bir də altdan yazıram. Baxın söyüdlük sözündə d t-ya çevrilir. L d-ya çevrilir. K isə xışdırığa çevrilir. 3 fərqli məqam oldu. 3 fərqli məqam olduğu üçün onda 3 fərqli məqam hansındaydı bizdə? 3 fərqli məqam bizdə ikincisində idi. İkincisinin qabağına bir dənə də Y yazırıq. Deməli cavabımız oldu 1A, 2B, 3D. 1A, 2B, 3D. Hansı cavab oldu uşaqlar? D bəndi. Biz bugün 26 may 2024-cü ildə keçirilmiş qəbul imtahanının 5 sualını baxdıq, izahını etdik. Əgər yararlı oldusa, izləməyi, bəyənməyi unutmayın və ardını gözləyin. Çünki hər gün 5 sual izahı gəlməlidir. Sağ olun.